Allah Azze ve Celle Kur'an-ı Kerimdə Kur'anın muizələrindən faydalanan müttəqilər haqqında xəbər verir. Bax, Kur'anın muizələrindən faydalanan müttəqilər. Yəni, Kur'anın muizələrindən faydalananlar məhz müttəqilərdir. Necə ki, Allah Azze ve Celle buyurur ki, Həzə bəyanun linnəsi və hudən və məv'idətun lilmuttəqin. Bu nədir? Bu Kur'an insanlar üçün bir açıqlama, müttəqilər üçün isə doğru yol göstəricisi və öyüd nəsihətdir. Və digər ayədə Allah Azze ve Celle buyurur ki, وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ آيَاتٍ مُبَيِّنَاتٍ وَمَثَلًا مِنَ الَّذ۪ينَ خَلَوْا مِنْ قَبْلِكُمْ وَمَوْعِذَةً لِلْمُتَّقِينَ. Biz sizə açıq aydın ayələr, sizdən əvvəl gəlib gedənlər barəsində məsələlər və müttəqilər üçün öyüd nəsihət nazil etdik. Nur surəsi 34. Bu ayələrdə həqiqi faydalananlar məhz xeyir əhlidir, müttəqilərdir, doğru yol əhlidir. Həmən o xeyir əhlini bu moizələr, bu nəsihətlər, Quran nəsihətləri şər yollarından, fəsad yollarından uzaqlaşdırır. Amma müttəqi olmayanlar, onlar üçün də nə olur? Müttəqiləri bildik, faydalandılar, iman əhli faydalandı, xeyir əhli faydalandı, bu onları daha da irəli apardı, daha da xeyirlərə müvəffəq elədi. Bəs şər əhli üçün bu nə oldu? Öyüd nəsihət. Almadılar da, bu öyüd nəsihəti də almadılar, öyüd nəsihət almadılar. Amma nə oldu əvəzində? Bu onlar üçün bir bəyan oldu, bir hüccətin qalxması oldu. Allah Azze ve Celle bununla onlara hüccət qaldırdı. Yəni sabahların məsələn onlar deyə bilməz ki, biz bilmirdik. Boynunda yüklər. Bəli. Bu nədir? Bir növ Allah Azze ve Celle'nin onlara hüccəti qaldırmasıdır. Onları xəbərdar etməsidir. Allah Azze ve Celle ədalətlidir. Allah Azze ve Celle zülm edən deyildir. Heç kimi bildirmədən, çəkindirmədən, ona bir elçi, peyğəmbər göndərmədən, onları xeyrə yönəldib, şərdən çəkindirmədən heç kimi cəzalandırmır. Çünki belə edir ki, həlak olan açıq aydın dəlil üzrə həlak olsun. Kim də ki, hidayəti yönəlsə, yenə də o da bilsin, yəni nə eləyir. Yəni açıq aydın dəlillər üzrə, kör-körənə yox. Bax, Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmu'l Fətavada gözəl bir fayda gətirir. Baxın qardaşlar. Gör alimlərin yanaşmalarına baxın. Deyir ki, Allah Azze ve Celle Əl-Bəqərə surəsi 1-ci, 2-ci ayələrində buyurur. Əlif, ləm, mim, zəlikəl kitəbu lə raybə fi, hudən lil muttəqin. Aysa. Əlif, ləm, mim, zəlikəl kitəbu lə raybə fi, hudən lil muttəqin. Əlif, ləm, mim. 1-ci ayə. Sonra, bu içində heç bir şək şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. Bax, müttəqilərə doğru yol göstərən bir kitabdır, deyir. İbn Teymiyyə rahimehullah deyir ki, burada deyir, bir dənə bir məsələ var ki, incə bir məsələ var ki. Onu deyir, başa düşəndə problem aradan qalxır. Bu da odur ki, həmən bu ayədə keçən o müttəqilər var. Deyir, həmən o mömin müttəqilər şərt deyil ki, bu ayələri eşitmədən öncə müttəqi mömin olsunlar. Bu şərt deyil, deyir. Birincisi deyir, bu mümkün deyil. Bu mümkün deyil. Quranı eşitmədən əvvəl insan müttəqi ola bilməz. Yəni, ayənin zahirindən sanki elə başa düşür ki, insan müttəqi olur, sonra başlayır Quranı dinləməyə, sonra onun üçün öyüd nəsihət olur. İbn Teymiyyə rahimehullah deyir ki, belə deyil. Yəni, bu cür başa düşülməməlidir. Yəni, burada deyir, elə başa düşülməli deyil ki, insan Quranı eşidərkən elə müttəqi olmalıdır. Sanki onun şərtidir. Deyir, şərti deyil ki, müttəqi olmalıdır. Birincisi. Yəni, çünki o eşitməsə onsuz da müttəqi olanmaz. Çünki hidayəti yönəldən məhz Qurandır. Düzdür? İkincisi odur ki, bəzən şərtlər həmən o şərt qoyulduğu işlə bərabər gəlir. Ondan əvvəl gəlməsi şərt deyil. Məsəl üçün, namazdan əvvəl sən namazın şərtini yetirməlisən. Şərtlərindən biri dəstəmazdır. Əvvəlcədən dəstəmazda olmalısan ki, namaz qıla biləsən. Bütün işlərdə belə deyil. Bəzən olur ki, həmən şərt də onunla bərabər olur. Yəni, sən Quranı dinləyə-dinləyə artıq müttəqi olursan. İman əhli olduğun üçün, bax, iman eləyirsən Allaha, qəlbini açırsan xeyirlər üçün. Artıq Quranı oxuyanda o Quran sənin üçün bir öyüd nəsihət olur. Doğru yola yönəltici olur. Sən də olursan müttəqi. Aysa, həmən zaman sən olursan müttəqi. Yəni, bir-birinə bax, belə bağlıdır. Amma sən qəlbini bağlasan, üçüncü olaraq da onu gətirdi. Üçüncü olaraq da deyir, buradakı məqsəd iki şeyə görədir. Birincisidir, odur ki, həmən o faydalanma, həmən o doğru yola yönəlmə, həmən moizələrdən, Quran moizələrindən faydalanmaq üçün mütləq
insan feil etməlidir, qəbul etməlidir onu. Qəbul edəndən sonra o söz, yəni o Quran, o kəlam sənə fayda verir. Yəni qəlbini ona açmalıdır. İkincisi də odur ki, bəyan etməkdir ki, məhz o doğru yola yönələnlər müttəqilər və möminlərdir. İnsan iman eləyir Rəbbinə. Amma nə zaman iman eləyir? Birincisi o eşidə iman eləyir. Eşidir, iman eləyir. Sonra qəlbini açır. Sonra qəlbini açır. O artıq ayələr, o kitab, o kitabda olan haqq onun üçün fayda olur. Onu hidayətə daha da artırır. Və bu ancaq müttəqilər üçündür. Amma iman etməsə, qapını bağlasa, Quranı onu oxusan da o ondan faydalanmır. O onun üçün hidayət olmur. O onun üçün öyüd nəsihət olmur. Amma nə olur? Onun üçün bir hüccət olur. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Quran ya sizin leyhinizə ya da əleyhinizə bir dəlildir. Leyhinə dəlil olması üçün qəlbini açmalısan. Onu qəbul etməlisən, iman etməlisən və o da müttəqilərin sifətidir. Yəni şərtlə məşrut bərabər gəlir. Şərtlə məşrut bir yerdədir. Eyni zamanda baş verir bu şeylər. İnsan qəlbini açır, Quranı eşidir, iman eləyir və o da müttəqilərin sifəti olur. Amma Quranı eşitmədən öncə İbn Teymiyyə rahimehullah dediyi kimi müttəqi olması onsuz da mümkün deyil. Quranı eşitmədən müttəqi olması mümkün deyil. Quranı eşidərkən də müttəqi olur. Amma qəlbini açarsa olur. Yəni səndən də nədir? Bu bir feil tələb eləyir. Allah azə və cəllə özünü tanıdır sənə. Və sən də Allaha tərəf yönəlirsən. Ona iman eləyirsən, ona boyun edirsən. Allah azə və cəllə ondan sonra sənə imanın nurunu sənin qəlbinə yerləşdirir. Və Allah azə və cəllə bilir kim imanı istəyir, kim haqqı istəyir, kim iman eləyir. Bunu bilir. Onun artıq iman etməsinə də icazə verir. Çünki heç bir şey Allahın icazəsi olmadan baş vermir. Nə iman, nə küfür. Amma Allah azə və cəllə o qula cüzi bir ixtiyar verir, seçim verir. Haqla batil arasında. İnsan o haqqı seçəndə Allah azə və cəllə onun qəlbini daha da açır. Hidayətini verir. Küfr eləyənə də hüccəti qaldırır Allah azə və cəllə. Bu Quranla, bu Quran ayələri ilə, öz göndərdiyi peyğəmbərlərlə. Bəli, onlar artıq o imanı, o hidayətin nurunu qəbul etmək istəmədikdə, üz döndərdikdə Allah azə və cəllə onların qəlblərini möhürləyir. Öz əməllərinin cəzası olaraq. Necə ki, iman edənlərin əməllərinin mükafatı olaraq onların qəlblərinə imanı daha da sevdirir, xeyir işləri sevdirir, şər işlərdən uzaqlaşdırır, imanlarını artırır. Küfr əhlinin də zəlalətini artırır Allah azə və cəllə. Amma zülmlə yox, ədalətlə. Allah azə və cəllə onlar iman etmədikləri üçün, Allahdan üz döndərdikləri üçün, haqqı qəbul etmədikləri üçün Allah azə və cəllə onların azğınlığını artırır. Bax, niyə dəlidən mükəlləfiyyətlik götürüb? Bax, dəliyə Allah azə və cəllə onu mükəlləf eləməyib bu dünyada. Və ya uşağı. Mükəlləf o kəsdir ki, ağlı başındadır və haqq ona çatır, o zaman mükəlləf olur. Deyir ki, moizələr iman etməyən insana bir fayda vermir. Allahdan qorxmayan, ona ümid etməyən və ona iman etməyənlərə fayda vermir moizələr. Deməli, həmən bu moizələrin də, həmən öyüd nəsihətin də fayda verməsi üçün insan nə etməlidir? İman etməlidir. İnsan iman etməlidir. Bax, Hud surəsi 103-cü ayədə Allah azə və cəllə buyurur ki, İnnə fī zəlikə ləəyətən limən xafə azəbəl-əxirə. Şübhəsiz ki, bu deyilənlərdə axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bax, axirət əzabından qorxanlar üçün moizə vardır, ibrət vardır. Sonra digər ayə, Ə'lə surəsi 10-cu ayə. Buyurur ki, Allah azə və cəllə Səyəzzəkkəru mən yaxşə. Allahdan qorxan öyüd nəsihət götürəcəkdir. Sonra Nəziət surəsi 45-ci ayə Allah azə və cəllə buyurur ki, İnnəmə əntə mundiru mən yaxşəhə. Sən yalnız ondan, yəni qiyamətdən, qorxanı xəbərdar edirsən. Xəbərdar edənsən. Yəni sən mundirsən, yəni xəbərdar edənsən. Amma kimdən? Axirətdən, qorxan üçün. Və digər ayədə Qaf surəsi 45-ci ayə Allah azə və cəllə buyurur ki, Fədəkkir bil Qur'ani mən yəxafu va'id. Sən mənim təhdidimdən qorxanlara Qur'anla öyüd nəsihət ver. Sən mənim təhdidimdən qorxanlara Qur'anla öyüd nəsihət ver. Hələ əgər bu qorxmursa, qəbul etmirsə, iman etmirsə, bir ümid etmirsə, heç moizə ona fayda da verməyəcək. Qəbul etməyəcək.